Bu dəfə də qiymətləri öyrənməyə gəlmişəm, bazardakı vəziyyətlə tanış olmağa gəlmişəm və sizləri tanış etməyə gəlmişəm. Baxaq görək, fevralın artıq belə deyək də tam sonuncu bazarı, fevral artıq çıxıb, bugün martın 1-idir. Yəni bu əslində bu bazar fevrala təsadüf eləməsə də mən hesab edirəm ki, fevral bazarı kimi qəbul eləmək olar. Deyilmişdi ki, martdan artıq tədricən alış-verişdə bir balaca tərpəniş başlayacaq və yaza doğru bazardakı vəziyyət yaxşılaşacaq. Fevral əvvəlindən düz axırına qədər bazar çox sönük keçdi, alqı-satqı ümumiyyətlə olmadı və qiymətlərdə də məsələ burasındadır ki, alqı-satqı olmasa belə qiymətlərdə də hər hansı dəyişiklik qeyd alınmadı. Yəni qiymətlər nə kəskin endi, nə kəskin qalxdı, yəni olduğu kimi qaldı. Baxaq görək bu bazar vəziyyəti necədir? Avtomobillər ümumi əraziyə, bazarın ərazisini nəzərə yetirəndə görmək olur ki, kifayət qədər maşın gətirilib. Düzdür, hazırda saat 10-dur və yəni yəqin ki, bundan sonra maşın gətirilməyəcək deyə fikirləşirəm. Ona görə də ümumi vəziyyət bu saata olan vəziyyət onu deməyə əsas verir ki, bazarda bu bazar kifayət qədər avtomobil var. Çox gətirilib maşın, bəs çox gətirildiyi halda qiymətlər nə yerdədir, alqı-satqı necədir? Hər zaman çəkdiyim kimi ənənəvi şəkildə həm bütün avtomobillərin vəziyyəti ilə sizi tanış edəcəm, həm də ümumi bazarın av-havasını, alqı-satqını və qiymətlərlə maraqlanacağım. Gedək bazara, düşək, görək vəziyyət nə yerdədir. Dəyərli izləyicilər, başladıq. Deməli, Tesla Model 3, yəni ki, avtomobilin markası mənsə qeyd edirəm bu avtomobillə. Avtomobilin vizual görünüşünü təqdim edirəm. Çünki bu modeldə olan, yəni Model 3-lər, Teslalar kifayət qədər bazara çıxarılır və bazarda demək olar ki, çoxdur. Artıq bir neçə bazardır ki, mən bu avtomobili bazarda görürəm. Yəni, Amerikadan gəlmiş avtomobildir, xırda bir qəza ilə gəlib. 18 min mil. 18 min mil, bəli. 18 min mil yürüyüşü var avtomobilin. 2023-cü ildə avtomobil. Yəni sürüşmə ilə gəlib deyir, yəni ciddi qəzası olmayıb. Şarlar, yəni təhlükəsizlik airbaglar açmayıb. Avtomobilin vizual görünüşünü təqdim edirəm sizə. İndi qiymətləri ilə və daha digər detalları ilə tanış edəcəm. Başlayırıq avtomobilin interyeri ilə sizi tanış eləməyə. Deməli, açırıq. Əslində bu avtomobilin interyerindən danışmaq üçün çox belə detallar yoxdur. Tesla ilə bağlı məlumat olanlar yəqin ki, bilir nə demək istədiyimi. Sadə salon, böyük monitor, yəni bütün funksiyalar, hər şey bu böyüklükdəki monitordan idarə olunur. Buna görə də salonla bağlı, yəni interyerlə bağlı çox şey deməyə ehtiyac yoxdur. Yəni yalnız onu deyə bilərəm ki, avtomobilin salonu çox, yəni interyer çox səliqəli vəziyyətdədir. Dəri örtüyündə hər hansı bir didilmə, cırılma və s. yoxdur. O birisi oturacağı da təqdim edirəm sizə və avtomobilin damını sizə göstərirəm. Fikir verirsiniz. İndi arxa oturacaqları göstərəcəm. Digər qapıdan. Zəhmət olmasa açaq. Oturacaqlar isidilməsi, rolun isidilməsi, stakanların soyudulması, hamısı var. Full komplektasiyadır da bu, belə deyək. Fikir verirsiniz oturacaqların səliqəsini. Avtomobil 18 min mil yürüyüş gedibdir və indiki vəziyyətdə real olaraq qiyməti neçəyə çıxır deyəcəm qardaşlar. Start qiymətinə gedir söhbət. Qapısını zəhmət olmasa bağlayın. Start qiyməti neçədir qardaş? 32.8. 32.800 manat start qiymətidir. Sürülməyib Bakıda. Dəyərli izləyicilər, əslində bazarı gəzə-gəzə baxıram, ümumi vəziyyətlə, ab-hava ilə tanış olmağa çalışıram və ilk gördüyüm o müşahidələrim onu deməyə əsas verir ki, bazar çox sönükdür, alqı-satqı demək olar yoxdur. Yəni, ancaq maşın satanları görürəm, alanlar o qədər də gözə dəymir. Bir-iki nəfər var, elə belə maşından maraqlanır, amma artıq bazarı bir dövrə tam olaraq qurmuşam və bu bir dövrə ərzində konkret dayanıb bir maşından maraqlanan ciddi alıcı görməmişəm. İndi başlayırıq, yəni Teslanı göstərdim sizə və davam edirik və digər avtomobillərlə sizlərdən gələn istəklər əsasında avtomobillərin qiymətlərini sizi tanış eləməyə. Kia K7 2018-ci il çox maraqlı görünüşdədir, gövdəsi kifayət qədər böyükdür, yəni geniş avtomobildir. K7 maraqlı dizayndadır, avtomobili göstərəcəm vizual olaraq hər tərəfinə. Çox səliqəli bir vəziyyətdədir. Avtomobilin ümumi görünüşünü mən sizə təqdim edeyim əvvəlcə, sonra detallara keçəcəm. K7 avtomobil yeri gəlmişəm full komplektasiyadır. Mən bunu vizual olaraq baxanda görmək olur. İndi interyerini sizə təqdim edəcəm.
Qayət maraqlı interyeri var. Şokolad rəngində. Bəli, avtomobil Polno full komplektasiyadır. Böyük monitordur, start stopdur. Bir çox funksiyalar öz yerində qaydasındadır. Fikir verirsiniz. Yəni ki, oturacaqların idarə olunmasıdır. Avtomobilin ümumi görünüşünü təqdim edirəm. Dam panoramik damdır. Oturacaqlardakı funksiyalar bir çox, yəni ki, qızdırıcısı, soyuducusu, dala qabağa aparıb gətirmək, elektron şəkildə yəni idarə eləmək. Arxa qapıda da göstərəcəm sizə. Yəni həqiqətən çox səliqəli vəziyyətdədir. Dərisi, oturacaqları demək olar ki, avtomobildə elə bil ki, heç sərnişin əyləşib, harasa getməyib. Avtomobil çox yaxşı vəziyyətdədir. 2018 mühərrik nədir? 2.2 dizeldir. Avtomobilin start qiyməti 35.000 manatdır. Çox səliqəli. K7, Kia K7. Narahat olmayın. Çox maraqlı gözləri var. Mazda 3 2012-ci ildir. Avtomobilin biraz səliqəsiz görünüşü var. Yəni ki, kosmetikaya ehtiyacı var görünüşdür. Mazda 3. Avtomobil 2012-ci ildir. Nə qədər gedib yürüyüşü sahibindən soruşacağım. Mühərrikini və detallarını, bir də ki, start qiymətini sizə tanış edəcəm. İnteryeri nəzər yetirək. İnteryerini təqdim edirəm sizə. Belə bir ciddi bir özəlliyi olmasa da parça salondur, sadə salondur, yəni sadə komplektasiyadır daha doğrusu. 159.000 mil yürüşdədir avtomobil. Mühərriki nə dediniz? Mühərriki 2 motor. 2 motordur, 2 sadə motordur. Bildim, Dodge motordur. Avtomobil Amerika bazarı üçün nəzərdə tutulub yeri gəlmişkən. Start qiyməti neçədir? 14,5, yəni 14,5-dakı start qiyməti dəyərli izləyicilər, endirim də eləyəcəm. Dəyərli izləyicilər, 2018 Chevrolet Cruze var qarşımızda. LT-dir, yəni ki, orta full komplektasiya deyək. LTZ RS olanda tam full komplektasiyadır. Bu orta full komplektasiyadır. Avtomobil hatchbackdir. Göstərirəm sizə. Yəni LT olanda start stopdur, müəyyən funksiyaları var. Tam fulldan fərqli olan oturacaqları dəri deyil, lük yoxdur. Amma görürsünüz, böyük monitordur, start stopdur, açarsız daxil olmadır. Yəni bir çox funksiyaları var. Avtomobilin start qiyməti nədir qardaş? 17.3 deyil. 17.300. Nə qədər gedib yürüyüşü? 123.000. Mühərriki nədir? Mühərriki 1.4 turbodur. Kilometr 123.000 mil deyil, kilometrdir. Burada bir balaca ehtiyac, ona ki, yəqin ki, alan xırda para bir şeylər var ki, onu düzəldə bilər. Belə, Chevrolet Cruze. 2007-ci ilin Hyundai Tucson'u var qarşımızda. Yəni ki, sonra bu Kuzada, yəni bu gövdədə olan avtomobiller sonra AX35 modeli ilə gəldi. Amma götürəndə eyni avtomobillərdir. Hyundai Tucson'dan danışırıq. 2007-ci ildir. Mühərrik nədir qardaş? 2 mühərrikdir. Nə qədər gedib avtomobil? 187.000 kilometr yürüyüşü var. Servis avtomobildir. Full paketli qardaş deyir. Görürəm kənardan. Ümumiyyətlə avtomobildə qəza falan olub yoxsa yox? Heç bir qəzası olmayıb. Yəni bir də dəyişən detallı rəngləyən yeri və s. Neçə deyirsiniz start qiyməti? 17.000 manat da start qiymətidir qardaşlar. 17.000 manat 2007-ci il. Bəli, lükü var. Avtomobilin interyerini təqdim edirəm sizə. Qardaş deyir ki, dövrünün full komplektasiyasıdır. Belə. O vaxtda yəqin ki, elektron deyildi. Əllə bura-bura qaldırıb endirirlər oturacaqları. Belə. Mühərrikin dedik də 2 mühərrikdir. Yürüyüşündə dedik belə 187 mində yürüyüşü var. Başımızda Honda Insight var. 2018-ci ildir. Üzr istəyirəm. 24.000 manata deyirlər. Avtomobilin görünüşünü sizə təqdim edirəm. Çox səliqəli interyeri var. Yer gəlmişkən kirli beyaz deyək də. Yəni türklər deyir qırıq beyaz. Ağ da deyil. Yəni ki, krem rəngi də deyil. Interyeri, oturacaqları çox maraqlı bir rəngdədir. Səliqəli avtomobildir. İdarə olunması elektron, böyük monitor, start stop, cruise control, klimat kontrol, hər şey var avtomobildə.
Lüki də var yeri gəlmişkən. Honda Insight. Belə. Qardaş, nə qədər yürüyüşü var bunun? 212 min yürüyüşü var. Mühərrik nə idi? 1.5 hibrit. 1.5 hibrit. 212 mində yürüyüş var qardaşlar. Belə Honda Insight. Ən son fikriniz nə olacaq avtomobilə? 23 yarım var. 23 yarıma qardaş deyir ki, ən son fikrim 23 min yarım. Bəli, onu çatdırdım tamaşaçıların nəzərinə. Təkərlər diskləri əla vəziyyətdədir, yaxşıdır, sərgəlidir, kosmetikə heç bir ehtiyacı yoxdur dəyərli izləyicilər. 23.500 manat real qiymət. Dəyərli izləyicilər, qarşımızda Mercedes W225 var. 2000-ci ildir. 2020. 2020-ci ildir. Avtomobil çox sərgəli vəziyyətdədir və full komplektasiya olduğu şanlardan görmək olur. Qardaş, nə qədər gedib avtomobil yürüyüş olaraq? 75 min 75 kilometrdə. Amerikada yoxsa? Amerikada. Amerikankadır, bəli, Amerika bazarı üçün nəzərdə tutulub. Avtomobili göstərməyə çalışıram vizual olaraq. Təqdim edimsə, sonra interyerini göstərəcəm. Görürsünüz? Vizual görünüşünü sizə təqdim edirəm, dəyərli izləyicilər. Vizual görünüşünü görürsünüz. Avtomobil çox səliqəlidir, yeri gəlmişkən. W225. İndi biz yaxınlaşırıq avtomobilin interyerini sizə təqdim eləməyə. Açarsız daxil olma var. Yeri gəlmişkən. Tam olaraq qapını bir yerə çırpmadan sizə göstərmək istəyirəm. Bir təhər daxil oluram içərisinə və böyük monitor, oturacaqların dər olması, idarə olunması qapıdan, təbii ki, Mercedeslərdə ənənəvi şəkildə qapıda olur oturacaqların idarə olunması. Yürüyüşünü sizə göstərəcəm buradan. Baxaq görək nə qədər gedib avtomobil yürüyüşü. Buradan görmək olmur. Yəqin ki, dəyişmək lazımdır. Ən yaxşısı burada olamadan çıxaq maşından, soruşaraq sahibindən. Nə qədər gedib dediniz? 75 min. 75 min real yürüyüşü var. Bu da avtomobilin arxa oturacaqları. Təqdim eləməyə çalışıram. Çünki çox sıx saxlayıblar. Ona görə də istəmirəm ki, qapıları bir yerə dəyəsin. Avtomobildə qəza, vuruq və s. olub yoxsa yox? Yüngülcə qabaq. Yüngül sol krilo. Ön. Ön sol da, qanat. Yox, ön qabaq. Nədir? Qabaq abrisovkanın böyrüsü. Bamperdən yuxarı. Öndən bir balaca zədəsi olub. Qardaş deyir, ciddi bir zədə olmayıb. Airbaglar atmayıb və s. Avtomobilin start qiyməti və son qiyməti nə olacaq? Start qiyməti və son qiyməti. Necə deyirsiniz start qiyməti? 45 minə deyirəm. Manatdan 45. Manat təbii ki. 44 min manat. 44 min. Real alıcı olsa yəqin ki, orada inəcəksiniz. Yoxsa elə dediyiniz dedikdir. Baxır da, səsi xoşuma gəlsə yanaram. Deyir müştərinin özü səsi xoşuma gəlsə 44 mindən rivaca enmək olar. Belə. Qardaş çox səmimi qardaşdır. Avtomobili kimi özü də əla insandır. Allah xeyrini versin. Burada göstəririk və bitiririk. Dəyərli izləyicilər, yeri gəlmişkən artıq bazarı bir neçə dövrə vurmuşam. Demək olar ki, fırlanmışam da birinci və gedirəm, gəlirəm və müştəri görməmişəm. Real olaraq avtomobil alan dayanıb hər hansı bir avtomobilin qiymətini indirim. O yağlı bazarlar olurdu. Bunu 5 manat aşağı ver, bunu 3 manat aşağı ver deyənlər. Yəni o bazar yoxdur qardaşlar. O bazar demək olar ki, yoxdur. Avtomobil bazarı konkret sönmüş bir vəziyyətdədir. Müştəri yox. Maşın çox, müştəri də demək olar ki, yoxdur. Nə bilim, görək nə baş verəcək bundan sonraki bazarlarda. Mümkün qədər qiymətlərlə sizləri də tanış eləməyə çalışıram. Yəqin ki, qiymətlər belə baha olduğuna görə də müştəri tapılmır. Fusion bazarıdır. Sağ və solda fikir verirsiniz. Müxtəlif illərdə, müxtəlif modellərdə olan Ford Fusionlərdə bu bazarda demək olar ki, sönmüş vəziyyətdədir. Müştəri demək olar ki, yoxdur. Tam olaraq sizə göstərirəm. Fikir verirsiniz, avtomobillər var. Amma müştəri yoxdur. Belə. Bu boyda bazarda yalnız bir maşın tapmışam ki, o maşından maraqlanırlar. Yəni, real alıcılar deyəsən var. Bu maşından maraqlanırlar. 2020-ci ilin Hyundai Elantrasıdır. 70 min mil yürüyüşdədir avtomobil. Müştərilər bu avtomobillə maraqlanırlar. Mən də göstərirəm sizə kənardan. Baxaq görək neçədir və nədir, təqdim edəcəm sizə. Baxın.
sizsə kifayət qədər bu avtomobildən ciddi maraqlanırlar. Bir neçə nəfərdir. İnşallah alarlar. Yəni bazarda müştəri həqiqətində yoxdur. Soruşacağım sahibindən. Dəyərli izləyicilər, 2 mühərrikdir, sadə mühərrikdir, benzindir, Amerikankadır. Avtomobil neçə illər? 25.500-ə deyir, start qiymətidir. Yekun olaraq 25.000-ə vermək niyyətindədir. Belə elan tıra. Avtomobil bazarında daha əvvəl göstərdiyim kimi indi sizə təqdim edirəm. Çin maşınları, Çin istehsal olan avtomobillər də kifayət qədər var. Bu avtomobil Şangan Unive'dir. Avtomobil 1.5 plug-in hibriddir. 44.000 yürüyüşü var. İndi qiymətini soruşub sizə deyəcəm. Görürsünüz, yəni belə modeldə olan A05-dir, 206, 207 modellər kifayət qədər bazarda çoxdur. Bu avtomobil isə Şangan Unive'dir. Yəni ki, indi təqdim edəcəm sizə avtomobilin qiymətini. Yürüyüşün dediyim, indi qiymətini sizə tanış edəcəm qiyməti ilə. Baxaq görək sahibin nə deyir və neçə deyir. Deyir ki 33.500 almışam, indi isə satıram 26.500-ə. Satmaq səbəbim də deyir maşından narazılığım deyil. Sadəcə olaraq başqa bir maşın almışıq. Ona görə də pula ehtiyacımız var deyə bu avtomobili satmaqdır niyyətimiz. 26.500 yürüyüşün dedim sizə və avtomobilin ümumi görünüşünü göstərirəm. Bəli, bazara artıq ikinci avtomobil bazarına ayaq açmağa başlayıb Çin maşınları. Belə. Hyundai Santa Fe və 2020-ci il model, Korea modeli avtomobil. Yəni çox yaxşı vəziyyətdədir. Bu Santa Fe'lərin siz daha çox soruşursunuz 2012-yə qədər olan o ban olan o avtomobilləri, məşhur o indiyə qədər bazarda özünü doğrulanlar, amma yeni modellərdə kifayət qədər bazarda var. Bu avtomobil 2 dizeldir, Koreadır və çox səliqəli vəziyyətdədir. Polno full komplektasiyadır. Yer gəlmiş, ondan diqqətinizə çatdırım. Göstərəcəm avtomobilin interyerini sizə. Santa Fe açarsız daxil olması var. Açarsız daxil olması var. Göstərərəm sizə açarsız daxil olma və interyerini təqdim edirəm. Bəli, dayı burada əyləşib, avtomobilin sahibi maraqlı musiqilərə qulaq asır. Müştəri yolu gözləyir, amma təəssüf ki, bazarda müştəri tapmaq olmur. Avtomobil çox səliqəlidir, oturacaqların idarə olunmasını görürsünüz. Polno full komplektasiyadır. İndi interyerini ilə arxa oturacaq və arxa sərnişin yerini sizə təqdim edirəm. Görürsünüzlər oturacaqlar və s. Koreya bazarı üçün yığılan avtomobillər, dəyərli izləyicilər, polno full komplektasiya olsa da bu avtomobillər digər bazarlarla müqayisədə lük olmur sadəcə olaraq. Amma lük yoxdursa o demək deyil ki, full komplektasiya deyil. Sadəcə Koreya bazarındakı avtomobillərin əksəriyyəti lüksüz gəlir. Belə, yürüyüşü nə qədərdir dayı? 184.000 yürüyüşü var. Start qiyməti neçədir? 41.000 manatda start qiymətidir. Çox səliqəli maşındır. İnşallah sahibinə qismət, yaxşı bir müştəri getirər və dayı da maşınını satar. Amma bazarda dərmana gəlsən bir dənə müştəri yoxdur. Məsələ bax odur. Belə. Deməli dəyərli izləyicilər, bu Sportage bayaqdan bazarın demək olar ki, hər tərəfini gəzir və qardaş bazardan artıq çıxır. Çünki müştəri yoxdur. 2014-cü ildir. Dizeldir 2 motor. 21.500 manata deyir. Kia Sportage. Belə. Çox təəssüf ki, bazarda müştəri demək olar ki, yoxdur. Bu maşında artıq sahibi bir neçə dövrə vurdu. Səhər-səhərdən bazardadır. Artıq bazarı tərk edir. Demək olar ki, Kia Sportage qiymətlə dedim sizə. Bir qədər öncə sizə təqdim eləmişdim. Yenə də təqdim edirəm. Bazarda Tesla modeli sırf bu banda olan avtomobillər kifayət qədər var. Gətirilibdir bazara və görürsünüz Tesla model 3 fonda var. Avtomobilin qiyməti 33.000-dir. İndi vizual görünüşünü sizə təqdim edirəm. Əslində görünüşündə və interyerində danışmağa bir o qədər çox şey yoxdur. Tam olaraq elektrikli avtomobildir. Yəni ki, elektromobildir deyərdi. Avtomobilin qiymətini sizə təqdim elədim və yürüyüşü də 30.000 yürüyüşdədir və aşağı yuxarı bu avtomobillər bazarda 30-35 min arasında dəyişir. Model 3'lər bazarda deyərdim ki, kifayət qədərdir. Qarşımızda Hyundai i40 var. Çox maraqlı bir görünüşdədir. Bu avtomobil istəyirdim ki, bir neçə çəkmək istəyirdim, amma bazarda tapmırdım, sizə təqdim edeyim. Deyərdim ki, bu avtomobilin gövdəsi kifayət qədər böyükdür, universaldır və gəmidir həqiqətən də bu avtomobilin uzunluğuna fikir verirsiniz, nə boyda bir görünüşdədir. İndi sahibindən xahiş edəcəm ki, avtomobillə bağlı detallı məlumatlara keçsin. Buyur qardaş, buyur. Avtomobilin ilindir,
yürüşündür. Avtomobil 2014-cü il 1.7 dizel motor, sadə sürətlər qutusudur. Özüm Koreyadan sifariş etmişəm. Öz adıma da avtomobil. 259 min orijinal yürüşü var. Bütün Koreya sənədləri Çox maraqlı görmüşdür. var avtomobilin. Həqiqətən də Yürüşünü, orijinallığını təsdiq edən Koreya sənədləri də mövcuddur. Avtomobil full komplektasiyadır. Ön oturacaqların qızdırılması, soyudulması, rul qızdıran, memory paket, universal modelləri. iki ön oturacaqların Bildiyin ailə maşınları. masaj daxil elektron tənzimlənməsi, arxa sideniya qızdırıcılar, elektron bagaj, bagajın salondan açılıb bağlanması və jestli açılıb bağlanması. Bundan əlavə avto hold, elektron parking, ön və arxa park radarlar, 3 cür sürüş modu, ekonom, normal, sport. Rulda əlavə olaraq lipstoklar görə bilərsiniz. Plus minuslar zavodskoydur. Full komplektasiya Panorama loop, bəli. Avtomobildə zolaq tanıma, yəni hər şey var avtomobildə deyərdim ki, full komplektasiyadır. Avtomobil çox geniş avtomobildə. Oturacaqların idarə olunmasıdır. Maraqlı interyeri var. Həqiqətən də çox maraqlı, böyük monitordur. Yəni oturacaqların istəyir. Bagajına da baxa bilərsiniz. Zəhmət olmasa açın, yük yeri Buyurun. maraqlı gəlir. Yük yerini, bəli, çox geniş yük yeri var, çox həqiqətən də. Versiz hara qədər açılır. Universalın əvəzini mən deyərdim ki, verən ikinci bir maşın yoxdur. Qardaşın səs sistemi, avtomobilə yerləşdirdiyi səs sistemi də yer gəlmişdən çox maraqlıdır. Bəli. İndi örtəcəyik. Bagajda ki, içərdən yaxşı açılır, çöldən də toxunursan və bax bu şəkildə örtülür. Bəli. Start qiymətini dedin, qardaş. Əlavə olaraq da yadımdan çıxmışdı, qeyd etmək istəyirəm ki, avtomobil zavod tərəfindən JBL səs sistemi ilə təchiz olunub. JBL səs sistemi də hər kəsə tanışdır. Yəqin ki, onunla bağlı danışmağa ehtiyac yoxdur. Kifayət qədər keyfiyyətli səs sistemidir. Avtomobilin start qiyməti neçədir? Avtomobilin start qiyməti 22.500 azın. 22.500 azın. Çox qəşəng qiymətdir həqiqətən də. Yəni ki, bazarda bayaqdan bir elə maşın çəkirəm. Yəni bu maşının vidran fasonuna görə, gövdəsinə görə həqiqətən də bu qiymət çox maraqlıdır. Çox maraqlı qiymətdir, qardaşlar. Fikir verin də 2009-cu ilin Hyundai Sonatasına 17 min verməkdənsə maşının qiyməti və yəni belə maşına verərlər bu pulu. Həqiqətən. Gördünüz. Fusion bazarını bayaq göstərmişdim. Həmin Sonic bazardır. Digər yerlərdə olduğu kimi Ford Fusion bazarının özündə də demək olar ki, alıcı yoxdur. Bazar həqiqətən də çox bərbaddır. Sərgərə avtomobillər var bazarda, amma müştəri yoxdur demək olar. 2019-cu ilin 1.5 mühərrik avtomobilidir. Neçə deyirdi sahibi? 22 minə deyir. Və aşağı yuxarı bu avtomobillərin də qiyməti 2 ay öncəki ilə müqayisədə demək olar ki, eynidir. Yəni komplektasiyası və ilinə görə bu avtomobillərin qiyməti 20 mindən yuxarı 25-26 minə qədər dəyişir. Söhbət təbii ki 2019, 2018 və daha yuxarı iri olan avtomobillərdən gedir. Bir qədər iri aşağı düşdükcə 2014-15 qiymət də təbii olaraq düşür 15, 16, 17 minə qədər. Belə. Ford Fusion. Bazar doludur, amma müştəri yoxdur. Biraz öncə sizə Çin avtomobillərini göstərməyə davam eləmişdim. İndi isə qarşımızda Şangan A05 var. Bu avtomobillər 0 kilometri. Bir il bundan öncə 26.527 minə qədər təklif olunurdu. İndi bazardadır, qardaş alıb sürübdür. İndi baxaq görək nə qədər sürüb, kilometrajı nə qədərdir, real yürüyüşü nə qədərdir. Soruşmaq istəyirəm. Qardaş, nə qədər sürmüsünüz? Mikrofonu yaxındır. 17 min. 17 min real yürüyüşdədir, qəzası olmayıb. Xeyr, heç bir problem də yox. 17 min sürmüsünüz və qiyməti neçə deyirsiniz? Qiymətin real alıcı gəlsə 10 minə verərəm. 10 min. 33 ayda kredit qalır. Yəni ki, dəyərli izləyicilər, 10 min deyəndə nəqd 10 mindən getmir söhbət. 10 min bəri başdan verirsiniz. 33 ayda krediti qalıbdır və hər ay nə qədər ödəyəcək bunu alan? 748 manat. 748 manat. İndi özünüz hesablayın. Görün sərfəlidir yoxsa yox, amma məncə Hazır kreditdədir. Yəni hazır kreditdədir avtomobil. 10 min gətirib ver, bu avtomobili götür. 300 manat ilk ödəniş eləmişdim. Bəli, özləri 12.300 manat ilk ödəniş eləyiblər. A05 və Koreya Şangan A05 bazarda var. Verirsiniz, avtomobil bazarında kifayət qədər A05'lər var. Yəni hər rəngini bazarda tapa bilərsən. İstər A05 olsun, istər digər Çin maşınları bazara əməlli başda ayağa açıblar. Dəyərli izləyicilər, 2017-ci ilin Chevrolet Cruze var qarşımızda. Bir qədər öncə də çəkmişdim
Bir qədər öncə də çəkmişdim bu modeldən. Bu daha səliqəli və daha yaxşı vəziyyətdə, qara rəngdədir. 2017-ci ildir. Chevrolet Cruze Premier, yəni komplektasiyadır. Luku var, açarsız daxil olması var. Yəni ən üst komplektasiyadır deyərdik. Avtomobil çox səliqəli vəziyyətdədir. İnteryerini sizə təqdim edəcəm. Açarsız daxil olmadı. Avtomobilin oturacaqları elektron idarə olunmadı. Sükanı göstərəcəm sizə. Böyük monitor. Avtomobil çox səliqəli vəziyyətdədir. Yürüyüş nə qədərdir qardaş? Yaxın gəlində. Yürüyüş nə qədərdir? 147.000 kilometrdir. Premier deyəndə, yəni ETZ eləsən daha üst komplektasiyadır. Yəni ən full komplektasiyadır deyərdik də. Yürüyüşü nə qədər dediniz? 147.000 kilometr. Nə qədər, hansı qəzasına gəlir? Sağ iki qapı. Sağ iki qapı dəyişilibdir. Qapı qoydum. Neçə deyirsiniz avtomobili? 17.800. 17.800-ə. Sağ iki qapı, yəni sərnişin və iki dənə sağ sərnişin qapıları dəyişibdir. Qəzası olubdur, böyürdən vurulubdur avtomobil. 17.000 manatında deyirlər. Dəyərli izləyicilər, yəqin ki bu modeli görürsünüz. Yəni bir çoxları deyir ki, mənə Malibu çək, göstər, Chevrolet Malibu. Bu avtomobil 1.5 mühərrikdir, 2019-cu ildir və 19.500 qiyməti var. Çox səliqəli vəziyyətdədir. Malibu, bəli, göstərirəm sizə adını, soyadını. Avtomobilin disk təkəri əla vəziyyətdədir. Çox səliqəli görünüşdədir, fikir verirsiniz avtomobilin görünüşünü. Qiyməti də maraqlıdır, 19.000 manatdakı qiymətidir. Belə Chevrolet Malibu tapdım və sizin üçün çəkdim. Bazarda yeri gəlmişəm, onu deyim ki, bazarda bu modeldə olan avtomobillər, yəni Malibular çox azdır. Dəyərli izləyicilər, həqiqətən də tədricən dövr dəyişməyə doğru gedir və ikinci əl ənənəvi köhnə avtomobil bazarında biz kifayət qədər Çin avtomobillərini, elektromobillər, hibridlər, plug-in hibridlər görməyə davam edirik. Fikir verirsiniz, burada da biri var və hara baxırsan demək olar ki, Çin maşınlarından bir-iki dənəsində olsun görürsən. BYD Destroyer'dir, baxın qarşımızdadır. Yəni, həqiqətən də artıq bu maşınlar avtomobil bazarına əməlli başlı ayaq açıblar. Yəni ki, zaman dəyişir, dövr dəyişir, dövrün tələbinə uyğun da avtomobillər artıq bazara gəlməyə başlayıb. Yəqin ki, 5-10 ildən sonra biz dəmir yığını dediyimiz maşınları görməyəcəyik. Görürsünüz, Aslı 5 var, görürsünüz. Nə qədər Çin avtomobili var bazarda. Əvvəlki bazarlarla müqayisədə kifayət qədər çox gətirilib deyərdim. Belə. Yeni maşınlar da çoxdur bazarda. 2024-cü ilin Hyundai Sonatası var. Hibriddir, hibrid mühərriklə təchiz olunur. Bu avtomobil yəni daxili yanmadır, həm də ki elektrikli deyərdikdə, yəni hibrid həm şarjlandır, həm də ki yanacaqlandır. Yəni ki, qısası daxili yanma mühərrikli. 2 neçədir motoru qoyacaq? Deməli 2 hibriddir. Mühərrik 2 hibriddir. Avtomobilin qiyməti 43.500 manatdır. Hyundai Sonata. Göstərəm sizə. Hyundai Sonata 2 hibrid 2024-cü il. Avtomobil çox səliqəlidir, çox səliqəlidir. İndi sizə digər tərəfdən də təqdim edəcəm avtomobilin sağ görünüşü. Qardaş acıqlandı getdi. İstəmdir, müştəri yox. Bəli, dəyərli izləyicilər, avtomobil bazarını göstərdim. Maşınların qiymətlərinə sizləri tanış elədim. Mümkün qədər, bacardığım qədər çəkib sizə göstərmək istədim. İstədiyiniz avtomobillərin qiymətləri ilə sizləri tanış eləmək istədim. Amma bazarla tanış eləmək istədim. Bazarda müştəri tapa bilmədim. Müştəri demiyorlar ki, yoxdur. Alqı-satqı həqiqətən də sıfırın da hətta altındadır. Yəni ki, avtomobil kifayət qədər bazara çıxarılıb, amma almaq istəyib bazara gələn yoxdur, tapılmır. Qiymətlər dəyişmir. Qiymətlər olduğu kimi əl yandırır, yəni çox baha vəziyyətdədir, yəni hər hansı bir formada qiymətlərdə eymən müşahidə olunmur. Və bir də maraqlı bir nüans var dəyərli izləyicilər. Maşınları çəkirəm, təsəvvür edin ki, 2007-nin, 2008-in maşınlarını göstərirsən, soruşursan deyir ki, yəni ki, B-klaskadır, rəngdənməyib. Mən bu anlayışı, bu sözü heç cür başa düşə bilmirəm və qəbul edə bilmirəm. Qardaşlar, əynizə bir dənə paltar alırsınız və bir il geyinəndə o paltarın rəngi saralır, solur və bunun təzənə bax rəngilədib. Necə deyə bilərsən ki, B-klaskadır? 2007-nin avtomobilinə B-klaska deyəndə nə olur, nə dəyişir? Yəni,
S-Kraska deyəndə sən bu avtomobili daha yaxşı mı satmaq niyyətində olursan, yəni bu daha çoxmu müştəri cəlb etmək deməkdir. Ümumiyyətlə S-Kraska anlayışını konkret olaraq mən birmənalı şəkildə qəbul eləmirəm və bu fikirlə heç razı deyiləm. Bu təbii ki, mənim şəxsi fikrimdir, bəlkə də sizin fikriniz müxtəlif ola bilər. Yəni ki, 2007, 2008, 2010, 14, 15, 16 ilin maşınlarını S-Kraska deməklə heç nə dəyişmir. Maşın yaxşı vəziyyətdədirsə, sən onun qiymətini normal deməlisən, ilinə görə normal deməlisən ki, qardaş, bu maşın kifayət qədər gedib, yarım milyon yürüyüşü var. Gəl bunu 5 aşağı 5 yuxarı eləyək, verim sənə get. Deməkdənsə elə ilk sözləri S-Kraskada. S-Kraska ondan nə dəyişirdi? Mən onu başa düşə bilmirəm. Nəysə, əl-qərəz bazarda avtomobilində qiymətlər kifayət qədər qiymətlər bahadır və kifayət qədər əl yandırır. Avtomobillərin, yəni ilinə görə qiymətlər həqiqətən də o deyil. Yəni o deyil, mövcud vəziyyətdə, mövcud dövrün qiymətləri deyil. Həqiqətən də bu alış-verişin qarşısında bu qiymətlər olmamalıdır və alış-veriş yoxdursa, deməli qiymətlər də avtomatik düşməlidir ki, bəlkə bazarda tərpəniş olsun, amma bazarda əksinədir. Qiymətlər qalxır göyün bir qatına, alış-veriş isə düşür lap dibə. Bax, bazar hazırda bu vəziyyətdədir. Belə, bəli, dəyərli izləyicilər, bizi izlədiyinizə görə hər birinizə təşəkkür edirəm və hər birinizdən xahiş edirəm ki, paylaşdığım videolara kifayət qədər baxış gəlir. 40 min, 50 min, hətta 30 min yuxarısı üstü baxış gəlir, amma təəssüf ki, bu baxanlar heç biri mənim kanalıma abunə olmurlar. Abunə olmaq sizdən hər hansı bir vəsait tutmur, vəsait tələb eləmir. Xahiş edirəm, baxdığınız kimi mümkünsə bu soyuqda, vəziyyətdə indi düz minnət kimi çıxmasın. Əslində kanalımız üçün eləyirəm bunu. Sizlərlə bu bazarı tanış eləmək istəyirəm, bazarda maşınların qiymətləri tanış eləmək istəyirəm və sizdən də istədiyim nədir? Heç bir ödəniş deyil. Sadəcə olaraq orada abunə ol düyməsini sıxın, klik eləyin və mənim kanalıma abunə olun. Xahiş edirəm. Çünki kifayət qədər baxış gəlir, baxış çox ürəyimcədə, amma abunə olanlar demək olar ki, yox vəziyyətdədir. Videoları bəyənin, abunə olun, şərh yazmağı da unutmayın. Özünüzə yaxşı baxın, bizi izləmədə qalın.